eşidirsənsə əgər musiqi, imanını aparacaq tədricən. Ola bilər birinci hiss eləmirsən. Musiqiyə qulaq asmaq, qardaşlar, dinləmək insanın şəhvətləri aparır. İnsanın şəhvətləri aparır. Elə musiqi var ki, onu dinləyəndə insan içmək istəyir. Təcrübədən keçirilmiş bir şeydir. Elə musiqi var ki, onu dinləyəndə zina eləmək istəyir. Elə bir dənə musiqi yoxdur ki, onu dinləyib namaz qılasan. Oruca həvəslənəsən. Gedəsən salih əməl eləyəsən, yox. Yine şeytani bir əmr. Allahu yuridən yətubə aleykum. Allah tövbələrinizi qəbul eləməsi, sizə rəhmət eləməsi. Və yuridul-ləzine yettebi'une şehvaten temilu meylen azime. Şəhvətlərinə tabi olanlar Allah'tan sizi yayındırmaq istəyir. Başqa şeylərə meyl elətdirilmək istəyir. Hocam, bu elə Allah'ın. Musiqiyə qulaq asmaq qəlbdə olan imanı tədricən çıxarır, aparır. Lakin Qurana qulaq asanda imanın artır. Hiss edirsən imanın gözündən yaş da gəlir.